Belə bir sual paylaşmışdıq. Məhəmməd Füzulinin Leyli və Məcnun əsərindən seçilmiş misraları oxuyun, uyğunlaşdırın. Buradakı beytlər sizə tanış gəlməyə bilər, amma onu deyim ki, bu şərtdəki beyt cananəsi üçün ol dilər can. O hissə artıq bizim tədris proqramımızda var. Qeyd edeyim ki, Leyli və Məcnun əsərindən həm dərsdəki hissədən suallar düşür, həm o əlavə PDF hissələr var idi, onlardan düşürdü. Bu il isə o PDF-lərə yenə də bir neçədən əlavə edilib. Bu ən son əlavə edilmiş hissədəndir. Və biz o hissələrin də artıq həm dərs video izahlarını, təhlillərini çəkmişik, həm də sırf onlara aid sınaqlarımız var. Həmin sınaqları da əldə edib işləyə bilərsiniz və yaxud da dərsləri əldə edə bilərsiniz. Deməli, nə deyir burada? Məlum olanda ki, Leylini İbn Səlama verirlər. Leyli sistəm eləyir fələyə ki, ey fələk, axı mənim səndən istəyim bu deyildi. Mən səndən İbn Səlamı istəməmişdim. Və bu beytdə o İbn Səlamla Məcnunu qarşılaşdırır. Deyir ki, cananəsi üçün ol dilər can. Burada söhbət Məcnundan gedir. Məcnun öz canını niyə istəyir? Cananəsi üçün. Öz sevdiyi üçün özünü istəyir. Bu birisi isə öz canı üçün dilər bu canan. Özünün canı üçün, öz xoşluğu üçün cananı istəyir. Deməli, biri cananı üçün canını sevir, biri canı üçün cananını sevir. Elə bu ifadəm yəqin ki, cavabların birini aydınlaşdırmış oldu. Deməli, nə deyir? Birinci misradakı subyekt, ikinci misradakı subyekt və Füzulidən bu misralara məzmunca uyğun gələn digər beyt. Birinci misra bildik ki, Məcnundur. Deməli, 1-ə getməlidir C. Buradan yazıram 1C. 2, anladıq ki, İbn Səlamdır. Buna gedir. İbn Səlam haradaydı? A-da. 2-yə gedir A. Və bu beytə uyğun olan digər bir beyt deməli, D variantındadır. Canı kim cananı üçün sevsə, cananını sevər. Yəni kim öz canını cananı üçün sevirsə, deməli o cananını sevir. Amma kim canını canı üçün cananını sevirsə, deməli o canını sevir. Çox məşhur və çox gözəl bir beytdir. Və bir daha qeyd edirəm ki, bu 3 dənə beyt proqramda yoxdur. Amma adi və sadə oxuyub anlama məsələlərdir. Yəni, burada çox qəliz ifadələr yoxdur. Ərəb farslı ifadələr yoxdur ki, deyəsiniz ki, biz bunu başa düşmədik. Və onu da deyim ki, keçmədiyimiz hissələr də bu formada imtahanda düşür. Məsələn, Füzulinin özündən belə bu formada beyt düşüb. Keçmədiyimiz bir beyt, amma deyir ki, bu hansı məzmundadır, hansı mövzuda daha doğrusu. O birislərə də baxaq. Canı canan diləmiş verməmək olmaz ey dil. Nə niza eyləyəlimdir, ol nə sənindir, nə mənim. Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Yəni, canı canan istəyibsə, onu verməmək olmaz, ey ürək. Nə dava eləyək ki, olsuz o nə səndir, nə mənimdir can. Və yaxud da, can vermə qəmi eşqə ki, eşq afəti candır, eşq afəti can olduğu məşhuri cahandır. Eşqin qəminə can vermə ki, eşq afəti candır. Yəni, canın bəlasıdır, eşqin afəti can olduğu da məşhuri cahandır. Deməli, 1-ə yazdıq C, 2-ə yazdıq A, 3-ə də getdi, hansı D. Haradadır bu? D variantında. 1C, 2A, 3D. Düzgün cavab D.